Salam dostlar. Bugün biz ev şəraitində, yəni bağ şəraitində zaryadkaya maşını necə qoyuruq, onu sizə göstərirəm. Bu bizim tok sistemimiz. Baxa bilərsiniz. Buradan indi verəcək zaryadka. Bəli, bura baxa bilərsiniz. Gördüyünüz kimi. Çox adam soruşur məndən ki, sadə bir qurğudur. Necə qoyursan şarja? Sadə bir qurğu. Bir tərəfin toku taxırıq bura. Başlığı taxırıq bura və maşın başlayır zaryadka yığmağa. Və budur, avtomobil şarj edir. Baxa bilərik. Gördüyünüz kimi 1 saat 34 dəqiqə.